deyil. Bakı çox doludur, boşalmalıdır. Valla o ilə bağlı indi durum mən konkret nəysə deyim, amma ki Bakı doludur da, bunu hamı bilir də. Məsələn deyirəm də, tutaq ki, mən Sumqayıtda yaşayıram, mən niyə gəlib Bakıda işləməliyəm ki? Ən birinci iş yerləri olmalıdır da paytaxtında boşalması üçün. Məsələn, regionlardan çox üst tuturlar, gəlirlər Bakıya. Məsələn, mən də istəyirəm də evimin yanında işləyim. Niyə mən hər gün düz indi səhər tezdən saat 5-də çıxıram evdən deyə mən tıxac filan görmürəm. Gedəndə də 2-də gedirəm, yenə tıxac filan görmürəm. Amma ki mən ömrümün 10 ilinin hər gün 3 saatını, saat yarım işə gələndə, saat yarımda işdən gedəndə tıxacda keçirmişəm. Əlbəttə ki, Bakı. Bütün iş yerləri Bakıda cəmləşibsə, əlbəttə ki, Bakı sıx olacaq. Bu dalğa səngidir ki, Qarabağlılara qarşı danışırsan, nə bilim, neyinirsən, düşmənsən Qarabağlılara. Səngidir yoxsa hələ də davam eləyir nəsə belə? Valla ara sıra belə sosial şəbəkələrdə qarşıma çıxır. Qarabağlı mənim üçün fərqi yoxdur. Cənublu, qərbli mənim üçün fərqi yoxdur. Hətta məndən soruşanda ki, sən haralısan? Deyirəm ki, Azərbaycanlıyım. Deyirlər ki, yox, Səidə xanım, əslən haralısınız? Deyirəm ki, əslən də Azərbaycanlıyım. Görürəm ki, yox, mütləq atam hardandısa onu soruşmaq istəyir. Ümumiyyətlə bizdə var axı, dərhal da hara. İndi bu deyəndə ki, Qarabağlılara qarşı belə elədir. Mən ümumiyyətlə heç Qarabağlı kəlməsi işlətməmişəm orada. Bilsən, yenə də deyirəm də, o fürsətçil adamlar, o suç özündən amma başqasının üzərinə yıxsın, bundan geçsin, o şeyi yaratmaq istəyənlər əslində burada bir şeyə başladılar, burada birləşdilər, biz belə eləyək, biz eləyək. Mən açığın deyim ki, yəni çox utandım bəzi müsahibələrə baxanda. Məsəl üçün 70 yaşında, 65 yaşında olan mənim izləyicilərim var idi. Özləri birinci cümlədən deyirdilər ki, Səidə xanım, indiyə qədər nə demisinizsə, sizi dəstəkləmişəm. Hətta bir izləyici var idi, dedi ki, səni bu həyatda ən çox sevən 2 adam varsa, inan ki, onun biri mənəm, amma ki, mənə toxunana qədər. Mən onda da dedim, bu həyatda insanlar səni də Ulvira Qarayeva, məni də Səidə Bəkir qızını da təmənnalı sevirlər. Bu həyatda təmənnasız sevgi yoxdur. Və mən onların marağına toxunmuşdum deyə, onların bir çoxu dünənə qədər mənə var ol evli qızı, naziri tənqid eləyə bilirsən, icra başçısını tənqid eləyə bilirsən, bələdiyyəni tənqid eləyə bilirsən, haqqına girən adamlar kimdirsə tənqid eləyə bilirsən. Var ol el qızı, birdən-birə el qızı çöndə oldu düşmən. Niyə? Çünki onların maraqlarına toxunmuşdu. Və mən ona görə deyirəm ki, bir şeyi ki, həyatda insan dili ilə deyir ki, mənə toxunana qədər mən səni sevirdimsə, yenə də deyirəm ki, Səidə danışmayacaqsın. Amma bir də gələm üzərinə ki, danışmayacaqsın. Bir də görəm ki, danışıram. Bəli. Bu nazir tənqid eləmək, icra başçısını tənqid eləməklə deyə bilərəm ki, bir mənalı şəkildə tamaşaçının rəğbətində qazanmısınız. Çünki hamı bunu eləmir. Çünki insanların sözünü deyən adam kimi həmin indi o mövqedəsiz.